Oyuna başlatdım. Deməli, task 2-dən neçə sözlə yazılmalıdır? 250. Düzümü? Bəli. Öncəliyi nə qədərdir? 200 belə deyim də 50 60 290 belə bu aralıqda daha yaxşı olar. Çalışıb çox uzun yox, hə. Qısa və konkretliyi qorumaq şəklində, bəli. İndi baxaq. Deməli, task 1-də isə 150 sözdür. Və task 1 özü 7 dənə növə bölünür. Qanunla 6 növdür. Üstə gəlsin artı 1-dir. Yəni o da qarşı qrafiklər olur. Əslində writing task 1 hissəsində bu gün 3 dənə dərs keçəcəm sırf olaraq. Ki, həm də materialı biz ikinci dərsə gedirik. Bundan sonra 2 dərsimiz qalıb. Həm o çatdırmaq, həm də ki, təkrarlar var. Bax, birinci dərs var burada. Bu birinci dərsi ümumiyyətlə qəz. Baba, birinci dərs. Bu birinci dərs Aha. qrammatika və söz ehtiyatı dərsidir. Bu dərsi sadəcə özünüz üçün oxuyun qəz. Bunu mən onsuz da qrafik esselərdə izah edəcəm, amma yenə də belə bir sımasın oxumağınız kifayət edir. Çünki burada hər şeyin izahatını rahat şəkildə vermişəm. Yəni bunu oxusanız kifayət edir. Yəni burada başqa heç bir şeyə ehtiyac yoxdur. Birinci dərs sadəcə oxunmalı dərsdir. Və ənənəyə sadiq qalaraq mən biraz fərqli hissələrdən başlayıram həmişə. Ən axırıncı dərsdən başlayıram. Ümumiyyətlə bu illərdir bunu edirəm. Sadəcə o qrafikdə yerlərini dəyişməmişəm. Elə belə də başlayıram gedir. Birinci dərsimizin adı məplərdir. Ümumiyyətlə, yenə deyirəm, 6 dənə əsas növ, bir dənə də qarışıq növ düşür. Bura line qraflar aiddir, bar qraflar, pie chartlar, table'lar, proseslər, məplər, bir də multiple qraflar. 7 dənə növdür. Üçünü bu gün keçəcəm. Bu üçü hansıdır? Birinci məp dərsidir. Adı üstündə nədir qəs bu? Xəritə, Xəritələr. xəritələr. Deməli, xəritəyə baxaq indi. Bizə bir xəritə verib. Düzümü? Şərt verib. Bu şərt nədir? Intro şərtidir. Ümumiyyətlə, task 1 növləri özü də yazılış qaydaları belə hissəyə bölünür, qəs. Baxın, introduction'dır. Bəs, hə. Intro hissəsidir, intro. Overall hissəsidir, tamam mı? Body 1 hissəsi, bir də nə? Body 2 hissəsidir. Ümumiyyətlə, yazılış qaydaları budur. Birinci verilən şərti nə bilim, oxuya bilərikmi? Şərtdə nə deyir? Bəli. The two maps below show the changes in town of Denham from 1986 to the present day. Summarize information by selection and reporting the main features and make Ehtiyac yoxdur. adını. Əsas məsələ Aha. budur, birinci şərt. Birinci şərtdə nə dedi? Bu iki yəni arasındakı fərqləri bir növ deməliyik də orada nələr dəyişib. Denham şəhərində olan Bəli. nələrdən söz gedir? Ümumi. 1986-cı ildən bu günə qədər olan dəyişikliklər. Birinci verilən şərt ənənəyə sadiq qalaraq parafrazing olunacaq. Amma parafrazing edən zaman bəzi nüanslar var. Bu yerinə çox-çox diqqətli qulaq asın. Birinci below sözü var, amma bu below sözü. Parafrazing edən zaman bu below sözünü ümumiyyətlə tamamilə yazıdan nə etməliyik? Çıxarmalıyıq. Bunu ümumiyyətlə dəyişməyin. Atın getsin. Tamam mı? Bəli. Yəni ki, below sözü paraphrasing olunan zaman yazıdan nə edəcək? Tamamilə çıxarılacaq. Sonra gəlirik show hissəsinə. Show-nu nə ilə dəyişə bilərik? Demonstrate Demonstrate. Sonra or gəlirik change showcase. sözünə. Change-in bir neçə sinonimləri ola bilər. The main change də verə bilərik və yaxud da alteration istifadəsi var. Onu da verə bilərik. In town of Denham. Denhamı dəyişməyə ehtiyac yoxdur, çünki o spesifik bir addır. Town sözündə əslində sinonimləşdirmək biraz çətin məsələdir. Yəni durub Bəli. town-a city verməyimiz biraz düz olmaz. Elə eyni Yəni saxlaya da bilərsiniz. Problem deyil. From 1986 indiki dövrə qədər. Bunu necə dəyişəcəyik? since yaza bilərik. Since 1986 till today. Hı. Bu formatda. İndi baxaq görək bunlar necə dəyişib. Deməli bizim bildiyimiz kimi below sözünü tamamilə çıxarıblar. Show-nu nə ilə dəyişib?
illustrate, Aha. Change'in qabağına nə əlavə eləyib? main The changes. main change. Aha. Sonra burada bir dənə ayrı elə bir hissəni hansı ki deyir baş verib harda? Town of Denham'da from Yanında. 1986. Bir dənə biz buradan fərqli dəyişdik də. Biz dəyişdik başqa cür, bu da başqa cür dəyişib. Hı Paraphrasing bu hı. formatda getməlidir. Qısa və konkret. Əsas məsələ nədir? Baxın, dəyişə bildiyiniz qədər dəyişsiniz, amma götürüb 100% hər şeyi dəyişmək deyə bir şey yoxdur. Tamam Yoxdur. mı? Bəli, yəni Yəni uyğunluq hər şeyi olmalıqda hər dəyişməyə sinonimdə ehtiyac görə yoxdur. Yox. bilmərik. Yəni çünki hər şey dəyişsə ümumiyyətlə qısa və konkret burada problem yaradacaq. Leyla xanım xoş gəlmisiniz. Yəni hər şey dəyişəcək deyə bir şey Tamam. yoxdur. Ən əsas məsələ paraphrasing qaydasıdır. Sonra baxırıq qrafikə. Qrafikimiz 1986 və hansı dövrü əhatə edir? İndiki dövrü. Düzdürmü? Hansı dəyişikliklər var burada? Hə, qays. Tarımdan yoxdur. Hı. Qadın başlarını tama çevirdi. Aha. Farmdan çıxarılıb Shops olan evlərə çevrilib. bəli. Hı Shops da -hı. çıxarılıb yuxarıda. Shopsa evlərə çevrilib. Post office eyni qalıb. Primary school əlavə olunub. Eyni. Əlavə yanına. Bridge eyni qalıb. Hə. Sonra qays. Retirement home var ikinci tərəfdə, large house-un yerinə. Elə bir keçib dəyişib retirement home-a əlavə 2 dənə də artırılıb. Böyük evlərdə Bəli. nə olub? Böyük evlər də deyilmi? Böyük qardında nə olub? Evlərə çevrilib. Düzdürmü? Hı. Yəni guys, birinci qrafiki iş, yəni map-i incələməlisiniz ki, bu map sizdən nə istəyir? Birinci bunu incələmək lazımdır. Yaxşımı? Ən vacib şərtlərdən biri bax budur. Gəlir ikinci ən əsas məsələyə. Baxın. İkinci qayda həmişə yadda saxlayın, overall qaydasıdır. Overview da deyirlər buna bəzi hallarda. Bu nədir? Overallda biz qısa və konkret bir cümlə və ya da iki cümlə yaza bilərik. Burada ən böyük dəyişkənliyi qeyd edəcəyik. Ən böyük. Bizim ərazicə, qrafikdə ən böyük dəyişkənimiz hansıdır? Bizim qrafikdə ərazicə qəs ən böyük dəyişkən. Yollar. Necə? Yollar. Orada yollar fərqli formatda biraz. Hansı İkincidə. yollar? Orada məsələn hardadır o? Primary school-un qarşısında məsələn əlavə yollar əlavə olunub. Yox, ən böyük dəyişkənlik Qısa. bu. Bu burada yoldur cəmsiz. Yox. Bu ən böyük dəyişkənlikdir. Ən böyük dəyişikliyi məncə farmlandın olmamasıdır. Baxın, böyük bəli ərazi farmland bir burdadır, bir də burdadır. Dəyişib olub nə? Evlər. Evlərin də işarəsi bax budur. Gördünüz? Biz overall hissədə ən böyük ən böyük ərazi dəyişkənliyini verməliyik. Qəs başa düşdünüz? Ən böyük ərazi dəyişkənliyi. Yaxşımı? Bizim də Bəli. ən böyük ərazi necə? Heç bir şey, bəli dedim. İndi baxaq. Overall hissəsini oxuyaq. Overallda nə verib? Deyir, açıq-aydın görünür ki, şəhərdə nə baş verib? Böyük ev inkişafı, mühüm ev inkişafı olub və böyük ərazini tutan farmland artıq orada nədir? Mövcud deyil. Tamam mı? Aydındır, qəs bura qədər. Aydındır. Çətin deyil ki. Xeyr, sadəcə incələmək lazımdır da əsas başa düşməkdir xəritəni daha sonrası. Xəritənin əsas məsələ bəli. Ona görə də əvvəldə görürsünüz başladığı incələməyə. Xəritə ilə tanışlıq vacibdir. Xəritə ilə tanış olmasaz, onu yazmaq çətindir. Yəni overall cümləsində çox geniş şəkildə heç nə yazmaq lazım deyil. Qısa konkret ideyanı verməlisiniz ki, bu sizdən nə istəyir? Məsələn, dördüncü qaydamız, növbəti qaydamız nə gəlir? Body 1, body 2 yazmaqdır da, tamam mı? Bunu yazmamışdan əvvəl siz bir plan incələməlisiniz burada. Görürsünüz onu qəs. Planlama ki, xəritədə nələr qalıb. Çünki bunu eləməzsəz əgər orada, normalda özünüz üçün eləyə də bilərsiniz, eləməyə də bilərsiniz. Ya beynimizə də eləyə bilərsiniz, onu sıxınlaşdıra bilərsiniz. Amma qısa konkret bir qaydanı qoyursunuz ora ki, məsələn bu sizə nə istəyir? Onu məsələn qısa olaraq öz beyninizə yazın. Daha sonra body 1, body 2 yazanda
Nəysə nüansı qaçırmayın. Məsələn, siz orada bridge söhbəti var, eyni qalmalı. Məsələn, bridge'i yaddan çıxardıb verməsəz, avtomatik olaraq xəritə boşluqda qalır. Xəritədə nəsə çatışmayacaq. Bu da sizin nəyinizə təsir edəcək? Ümumi olaraq balınıza təsir edəcək. Başa düşdünüz? Bəli. Tamam mı guys? İndi qulaq asın. Bu qayda nədir? Burada bir planlama qaydasıdır. Məsələn, burada göstərilib, farmdan çıxarılıb, yerinə nə gəlib? Evlər gəlib. To shop çıxarılıb, yerinə nə gəlib guys? Postu Ev, yox. evlər gəlib də. Evlər gəlib də yanına. Farmdan çıxarılıb nə gəlib guys? Ev. Evlər gəlib. Sonra garden çıxarılıb yerinə nə gəlib? Yəni ev. Yəni orada olanı ümumi plan şəklində yaradırsınız. Tamam mı? Çünki burada Hı body hı. one, body two var ha. Guys, görürsünüz bunu hissəni. Hı -hı. Bunu yazanda avtomatik olaraq o qaydaya baxaraq yaza bilərsiniz ki, yaddan çıxarmayasınız. Body one, body two-da fərq nədir? Body one normalda çıxarılanlar olur. Mənfilərdə yəni. Hansı çıxardılıb yerinə gəlib. Body two-da isə eyni qalan və yaxud da nə? Ərazisi nə olanlar? Artırılanlar. Başa Hı. düşdünüz? Bəs bir Bəli. dəqiqə müddətində body one, body two-ya bir nəzər yetirin. Birinci bodydə nələr verir qəs? Yəni dəyişilən hissələri verdim. Reklam. Dəyişilən hissələr məsələn. Məsələn, evlərlə əvəz olunma. Məsələn, farmlandın. Əvvəldə deyir hər iki tərəfi nə deyir? Artıq deyir mövcud deyil. Yəni onun əvəzində evlər salınıb. Aha. Sonra deyir ki, garden əvəz olunub böyük evlərlə şəhərin mərkəzində. Yəni orada qeyd olunur ki, artırıldı sayları evlərin. Yəni ikinci bodydə sırf artanları verir və yaxud da eyni qalanları düzdür. Body eyni qalanlardır. Bəli. Elə bu burada orada olanları ümumiləşdirib burada təqdim edir. Bura qədər aydındır. Bəli, müəllim. Burada bizim bir cədvəlimiz var. Bu həyat və su qədər vacibdir. Baba bu. Burada genişlənmə, çıxarılma, əlavə olunma, nəysə dəyişməsi ilə bağlı sinonimlərə nələr verilib? Sözlər verilib. Bunu oxuyarsınız qəs, yaxşımı? Bəli, müəllim. Aşağıda cümlələr var. Bunlar hazır şəkildə təqdim olunandır. Yəni özü üçün bunları incələyin, oxuyun. Həm cümlə strukturasında lazımdır, həm də işlənmiş onların işlənmə yerlərini rahat görə bilərsiniz. Məsələn, müəyyən ifadələr var, amma bu ifadələr. Bunlar hamısı sizə kömək edəcək və bu məhv var ha, bu məhv. Həftə ərzində bu məhvi ümumiyyətlə nə etməlisiniz? Qrupa yazıb atmalısınız. Yaxşımı? Bu tapşırıqdır. Oldu. Okey. Bunu qeyd edin. Yenə də Telegramda atanda videonu qeyd edəcəm, amma yenə də.
Birinci, hər dərsin sonunda praktika var. Bu 7-ci dərsin sonunda olan praktikadır. Aydındır bura qədər. Aydındır hər şey. Bunun üstündə isə bizim ən çox qorxulu dərsimiz olan bəzi tələbələrin sevdiyi, bəzi tələbələrin də nifrət elədiyi bir dərs var. Adı nədir? Process diagrams. Proses diagram. Guys, proses nəyəsə hazırlanmasıdır və iki cür olur. Ya təbii prosesdir, ya da əllə düzələn proses. Yəni natural, təbiət hadisələrindən də yarana bilən proseslər var. Bir də var ki, insan əməyi ilə formalaşan proseslər. Deyə bilərsiniz ki, bunların ikisinin fərqi var. Bəli, var, müəyyən qədər. Təbiət hadisələrində olan proseslərdə, məsələn, enerjinin alınması deyək. Enerjinin hasilatı, məsələn. Bunların proseslərində biz passive voice, yəni məhsul növ verə bilmərik, guys. Amma digər hissədə, yəni necə deyərlər, ə, əllə hazırlanan proseslərdə passive voice verə bilərik, guys. Problem yoxdur. Məsələn, bu indi sizə düşən proses əllə hazırlanandır, yoxsa təbiət hadisəsidir? Əllə Əllə hazırlanır. hazırlanır. Əllə hazırlanan prosesidir. Əhsən. Bəs indi baxın. Qrafikin şərtində nə deyir? Ə, Kərpiclərin filan daşlarında, yəni tikintidə istifadəsi üçün hazırlanma prosesini göstərir. tikinti sənayesində manufaktura əllə bağlı, əl əməyi ilə bağlı bir şeydir. Hə? Deməli, buna deyirlər tikinti sənayesində istifadə olunan kərpiclərin hazırlanma prosesidir. Tamam mı? Yəni bir növ nə olacaq? Kərpiclə hazırlamaq. İşimiz kərpiclə bağlı olacaq. Yaxşı mı? Tamam mı, guys? Bəli. Deməli, baxaq indi. Birinci cümləni görürsünüz. Bu adi qaydada yenə də nə olur, guys, burada? Paraphrasing. Bunu bilirik də, yəni bunun ikinci bir adı yoxdur. Tamam mı? Okey. Bəli. Bu paraphrasing olacaq. Aşağıda qrafikdə neçə dənə mərhələ görürsünüz? 7. 7 dənə mərhələ görünür. Deməli, burada 7 mərhələ yox, əslində oradan olan hissə 2 mərhələ sayılır əlavə. Bu eləyir 8 mərhələ. Tamam mı? Bəli. Biz overall hissəsində ümumi qrafikin nə haqda olduğunu da verə bilərik ki, məsələn, bu ümumi sənaye ilə bağlı, hər kərpiclərin hazırlanması ilə bağlı qrafikdir və burada müəyyən mərhələlər və s. Amma normalda belə şablon, belə cümləsi də var ki, siz qısa və konkret burada stage'lərin sayını və nə ilə başlayıb, nə ilə bitdiyini də göstərə bilərsiniz. Yaxşı mı? Bax, məsələn, adi bir misal gətirəm sizə. Burada stage'lərin sayı 8 dənədir, düzdür? Biz overall'da stage'lərin sayını göstəririk. Daha sonra isə onların nə ilə başlayıb, nə ilə bitdiyini göstəririk. Məsələn, overall cümləsi bax, buradadır. Oxuya bilərikmi, guys? Overall, there are 8 stages in the process, beginning with the digging up of clay and culminating in delivery. Nə dedi burada? Ümumi 8 step olduğunu, stage 8 olduğunu stage deyir. var. Bəli. Nə ilə başladı? Qazma ilə Gilin başlayır qazılması ilə və nə ilə və bitir? çatdırılma ilə bitir. Çatdırılma ilə bitir. Qısa və konkret, rahat, easy. Yəni çətin bir şey yoxdur, guys. Tamam mı? Yəni 2 dənə Bəli. cümlədən ibarət oldu. Stage'lərin sayı və onların nə ilə başlayıb, nə ilə bitdiyi verildi. Yaxşı mı? Bəli. Hər dəfə bu formada verə bilərik, yəni yoxsa Problem yox. Amma dəyişməliyik səndə. dəyişəcəm də. Hələ ki bu sadə bir şeydir formatda, amma dəyişəcəm, yəni narahat olmayın. Yaxşı mı? Bəli. Aydındır? Dərs sual var bura qədər. Məndə Xeyr. yoxdur. Hadi.
Bəs, deməli birinci hissə nədir? Paraphrasing. İkinci hissə nə oldu? Overall. Üçüncü hissə nə gəlir? Bunları geniş şəkildə paraqraf hissələrə bölərək neynəmək guys? Yazmaq. Guys, burada müəyyən məsələlər var. Məsələn, birinci məsələ time connectorlar məsələsidir. Bizim müəyyən time connectorlarımız var. Görürsünüz guys bunları. Aha. Məsələn, in the beginning, following this, next və s. və axır. Bu bağlayıcılar əslində yenə deyirəm. Bunlar şərti olaraq verilə biləcək. Yəni bundan da başqa bağlayıcılar var. Siz istəsəz onları da verə bilərsiniz. Problem deyil. Yəni bunlar şərti olaraq verilə biləcək nələrdir guys? Bağlayıcılardır. Tamam mı? Aydındır bura qədər. Bəli. Gəldik indi əsas məsələyə. Guys, 2 dənə paraqraflarımız var. 2 paraqrafın içərisində də bu stageləri 2 hissəyə bölərək sual yaranır. 8 dənə stage varsa, mən onu 4-4-ə bölməyə məcburam. Elə bir söhbət yoxdur, guys. Siz onu 5-in 3-ə də bölə bilərsiniz. 4-4-ə də bölə bilərsiniz. 3-ün 5-ə də bölə bilərsiniz. Sadəcə qrafikləri işləyəndə orada müəyyən nöqtələrdə fasilələr yarana biləcək hissələr var. Məsələn, baxın burada fikir verin. Qazma başlayır. Sonra metal qridin üzərində nə olur? Başlayır o üyüdürlər. Daha sonra nə edirlər? Onu hissələrə ayrılır və sobaya qoyulur soyutmaq üçün. Düzdür? Drying. Burada müəyyən bir vaxt gedir də, düzdürmü guys? Məsələn, istəsəz siz bunu bura qədər bir verə bilərsiniz. Bu hissədən də tutmuş 3 dənə mərhələni bir verə bilərsiniz. Orada mərhələləri vermək yeni deyirəm. O sizdən asılıdır və qrafikdən asılıdır. Elə tələbi var ki, 12 dənə mərhələni 2-nin 10-a bölür. Əslində elə də düzgün deyil. Normalda yarbayarı falan bölmək daha məqsədə uyğun ola bilər. Amma baxmalısınız ki, müəyyən bir nöqtə yaransın. Məsələn, burada bir müəyyən bir fasilə yaranır axı, düzdür? 24 və 48 saat söhbəti yaranır. Düzdürmü guys? Orada nə edirik avtomatik olaraq? Avtomatik olaraq nə iş görürük? Nə iş görürük guys? Yəni dayanırıq, keçirik hara? İkinci O birisi hissəyə. bodyyə. Guys, zəhmət çəkək bir dənə bunu bir 2 dəqiqə müddətində bir dənə nəzər yetirin buna. Və söz altına xətt çəkən ifadələrdə diqqətli baxın. Hı. Orada 24-48 saatdan sonra başqa mərhələ başlayır deyə ona ayrı veririk də. Aydın oldu. Qısa və konkret, bəli. Qəsə aydındır bura qədər. Bəli. Yəni birinci hissədə nə edir? Başlayır beginning olaraq başlayır nə etməyə deyir? Gil qazılır, çıxarılır. Sonra metal girdin üzərinə qoyulur və müəyyən hissələrə ayrılır. Roller deyir bu prosesdə kömək olur. Davam edilir nə ilə? Su və qum əlavə olunur və bu da müəyyən brikslərə çevrilir. Onu müəyyən hissələrə ayrılır. Kəsir yəni. Sonra deyir bunlar yerləşdirilir sobaya 24 və 48 saat müddətində. Növbəti stagedə nə olur? Brikslər göndərilir hara? İsinmə və soyutma proseslərinə. Onlar aparatda qalırlar, sonra yüksək temperaturada, sonra da 2-3 gün soyudulur. Sonda isə packed olunur və göndərilir hara guys? Destinationlarına. Tamam mı? Bəli. Aydındır. Aydın. Okey mi? Bura qədər problem yoxdur ki. Yoxdur. Möhtəşəmsiniz guys. Bunun daha bir dənə möhtəşəm bir praktikası var guys.
Görəndə adam hayl mayl olur bu praktikana. Hmm, Hə. Bəs burada nə deyir? Qraf nə Böyle böyle. haqqdadır? Burada necə olur? Yəni bir də sol təzədən qayıdır axı yuxarı. Nətər yəni? Turbinlə gəldi, sonra təzədən qayıdır yuxarı. Aha. Yəni proses təkrarlanır. Gəlin bunu sizə izah edeyim. Birinci, günəş qızdırdı dənizi. Buxarlanma baş verir və buludlar yaranır. Sonra Hı. yağış tökülür. Hara? Yağmaya Yağış. başlayır. Rezervora. Rezervin qabağında dəm var. Valve open'ı basırlar, dəm açılır. Su gəlir törbinə. Törbindən gedir hara? Pampa. Düzdürmü? Burada dövr etmə prosesi yaranır. Baba bu hissədə. Və o dövr etmə proseslərindən alınan enerji high voltage kabellarına göndərilir hara? Stansiyalar. As Transformer station. underground kabellarına da hara göndərilir? Məktəblərə, xəstəxanalara. Hospitallara. Yox. Aydındır. Hı hı. Hə. Ben burada həmişə üstlərində yazılır belə evaporation, nə bilim, pump falan yerləri də. Nətər yəni? Hə, mərhələ kimi. Bəli, məsələn, burada əlaqələri yazıb da, ta ki dəm var orada, elə şey var ki, indi məsələn, turbine və ya da high voltage cables. Bunlar həmişə verilən, yəni imtahanda da bu formada yazılır da üstündə. Bəli. Onlar 100% yazılır. Hı. Elə şey mi olar Hə. yazılır? Dedim birdən bu nümunə var. Yo, yazılacaq gəl. Elə şey olmur. Yazılmamış elə bir yaz yoxdur. Aydındır mı guys? Bəli. Bu ev tapşırığımız var. Bu da Bəli. ev tapşırığıdır. Bunu da yazacaqsınız. Tamam mı? Çətin deyil. Yox, müəllim, biraz praktika edəndə öyrəşəcəyik hər halda. Guys, biraz praktika tələb edən bir şeydir. Birini də keçəcəm. Olacaqsınız xoşbəxt guys. Narahat olmayın. Biraz fasilə verin istəsəz. Beynimiz asışsın. Əslində guys burada task 1-lərlə task 2-lər arasında fərq odur ki, task 1 hissələrində deyirlər bal aşağı və yox, bal azı gətirir, nə bilim nə. O boş söhbətlərdir guys. Ümumiyyətlə hər bir şey bal gətirir. Yəni belə bir söz deyim sizə. Siz durub task 2-dən 7 alıb bundan 5 alanda, yəni ümumi balınız 6 çıxır da hesablananda. Yəni sözümüz ondan ibarət ki, amma çalışın ki hər birinə müəyyən bir vaxt ayırın. Yəni durub məsələn birinə belə bir vaxt ayırsanız, birinə az bir vaxt, birinə çox, o düzgün hal kimi qeydə alınmayacaq. Yaxşımı? Ona görə də nə ağarsınız? Ən çox vəziyyətlər, Necə? ən çox task 1-də hansı düşür? Daha çox Yəni, düşən line aha, graphdır. Line graph, bar chart, pie chart hissəsidir. Bir də ki düşəndə proses çox düşür. Mən bunları daha çox rast gəlirəm. Digər hissələr də düşür, amma bu 3 dənə hissə daha çox düşür. process diagram, Proseslər biraz bu, gəliz bu düşür. indi Mən biraz açıq deyim keçəcəyim. sizə. Necə? Necə? Deyirəm ki, proseslər biraz gəliz düşə bilər. Anladım. Proseslərdə biraz qarışıq hissələr var. O da narahat olmayın. Yəni bir problemi bir hissələr deyil. Qorxulası hissələr yoxdur. Yəni narahat olmayın ondan. Okey mi? Guys, pie chart nədir? Diaqram, yəni gördüyümüz də şəkildəki faizlərlə ifadə olunan diaqramlardır. Faizlərlə nə olan? İfadə olunan nə? Hə. Hə. Guys, bizə bir şərt verib. Birinci gəlin bu şərti oxuyalım. Görə bu şərt bizdən nə istəyir ümumiyyətlə? Hə. Şərtdə nə deyir? Ya şərtdə nə deyir?
The two Türkiye pie iqtisadiyyatına charts. Aha, Türkiye iqtisadiyyatının nəyini göstərir? ə, o sənaye Ee, sektorlarının Türkiye iqtisadiyyatına bir növ təsiri kimi. 2000-2016-cı illər arasında. Bəli. Fərqlər nələr olub? Bəli. Hamısında ənənəyə sadiq qalaraq bu paraphrasing olan hissədir. Bununla işimiz yoxdur. Bunu bilirik artıq. 2000 və 2016-cı illəri əhatə edən bir pie chart görürük burada. Baxın. Və bunu yazanda overall hissəsini izah edəcəm əsas. 2 verin hələ ki burada. Agriculture 24%, 2016-cı ildə düşür 14%. Construction 3% qalxır. Manufacturing 8-i 12-yə qalxır. Trade 14-dən 16-ya qalxır. Healthcare eyni qalır. Finance qalxır. Leisure hospitality düşür. Government Hı. düşür. Burada deməli bizim həm qalxan, həm düşən, həmçinin də enən fiqurumuz, üzr istəyirəm, eyni qalan nəyimiz var? Fiqurumuz var. Overall Onda hissədə 3 body paragraf olur. necə dostum? Onda 3 body paragraf olur. Yox, ehtiyac yoxdur. Burada 3 ümumiyyətlə task 1-də 3 body yaza bilərsiniz, problem deyil. Amma durub başdan ayağa oturum ancaq 3 bodinin üzərində işləyirəm. 2 body yazacaqsınız, deyəcəm. Artanlar bir yerdə, azalan və eyni qalan da bir yerdə ola bilər. Tamam mı? Bəli. Overall hissədə 2 cümlə yazılır normalda, çox vaxt. Ya bir ya 2 cümlə. Overallda biz faiz göstərə bilmərik. Bax, bunu birinci yadda saxlayın. Çox sadə bir qayda olsa da, bəzi tələbələr bunu səhv edirlər və buna görə də onların müəyyən qədər 0,5, 1 bala yaxın səhvləri gedir və overall hissəsində penalti cərimə ala bilirlər. Yəni onu niyə görə boş yer alasınız? Deməli, birinci paraphrasing olandan sonra overall hissədə biz birinci ildə ən böyük və ən kiçiyi götürürük. Birinci ildə ən böyüyümüz hansıdır? 24% ilə agriculture'dır, 3% ilə Agriculture, construction. İkinci ildə construction. ən böyük hansıdır? Healthcare and education'dır. Düzdür. Guys. Ən balaca hansıdır? Finance, business and Finance. other. Düzdür. Guys. Bəli. İndi gəlin bunun overall'una baxaq özümüz. Guys, overall'u uca səslə kim oxuya bilər? Oxuyum. Oxuyun. 4 yazılandı da beginning of. Bəli. Aha. Beginning with the growth figures, the construction Yo, sector dostum. around for Budur. Çaşdım. Mən bilmirəm. Budur. Ha. As can be seen from the graph, in 2000, construction contributed to least to Turkey's economy, and agriculture was the most significant economic sector. In 2016, however, healthcare and education was the largest economic segment and the least contribution came from the financial, business, and other services. Aha. Nə dedi indi orada? Deməli, paragrafdan göründüyü kimi Türkiyə iqtisadiyyatına construction, tikinti daha az, yəni ən az belə deyək, töhfə vermişdir. Agriculture, kənd təsərrüfatı isə ən çox əhəmiyyətli olanlardan, yəni ən çox töhfə verən. Töhfə verənlərdən nə olmuşdu? Biri olmuşdu, düzdürmü? Biri olmuşdur, bəli. Baxmayaraq ki, 2016-cı ildə healthcare və education'da böyük bir deyək də percentage idi. The largest, ən böyük, yəni ekonomiyə ən çox təsir edən idi. At least contribution came from the finance. Ən az isə finansal, iqtisadi, biznes və başqa servislərdən, xidmətlərdən gəlmişdir. İndi maraqlı bir nüans var. Yaxşı. Bizim birinci ildə ən böyüyümüz hansı oldu? Agriculture. Düzdürmü? Bəli. Ən Bəli. aşağı hansı oldu?
Construction. Düzdür, guys? Masraf. Hı hı. Bəli. 2016-cı ildə healthcare və education ən üstün segmenti idi. Ən aşağı nədən gəlirdi? İqtisadiyyat, Information, biznes. business və digərlərindən. Bilmiyorum. Düzdürmü, guys? Ha? Bəli. Bəli. Aydındır bura qədər. Aydındır mənim. Yəni, olanı əslində ifadə edir. Məncə digərlərinə baxanda daha rahatdır. Əslində ən çox rahat olan hissələrdən biri budur. Qısa və konkret. Bəli. Yəni çətin hissə yoxdur. Sadəcə belə bir birinci ildə ən böyüklə ən kiçiyi verir. İkinci ildə də nəyi verir, guys? Ən böyük və ən kiçik hissəni verir. Yaxşımı? Aydındır? Bəli. Bu Çətin. indi bir dənə bütövdə hazır, belə deyim. Həmin sualın cavabı budur da, düzdürmü? Həmin yazı. Düppədüz. Bu qədərdandır. Aha. Yox. Yəni bir hamısına ehtiyac yoxdur. Yox, bu overallda belə verilir də. İndi keçir body 1, body 2-da. Hə, arzu da var. Hə, bildim. Elə bildim, bitdi. Yox, yox, yox. Elə bir nə 150 dənə sözü bənətə çıxardı. Ha? Ali, bir şey soracağım. Burada bu Buyurun. hissələr var ya, məsələn, Bəli, doğru. Canvass'in, Full Bəli, Craft. bəli. Bunları götürüb hamısını da istifadə edə bilərik. Hə, Yəni demək məsələn, olar tutaq ki, bu hamısı bir-birinə bacı qardaş kimidir. ha, okey. Yəni fərqi yoxdur. Bacı qardaşdırlar bunlar.